Xoş gördük, əziz və dəyərli Biz Birik tamaşaçılarımız. Aprel ayı hemofiliya ayı kimi yadda qalır. Hemofiliya haqqında bütün geniş məlumatları bugün Biz Birik verilişimiz vasitəsilə istəyirik sizlərə təqdim eləyək. Ona görə bugün Ayaz bəyin qonağıyıq. Ayaz bəy, xoş gördük sizi. Təşəkkür edirəm gəldiyinizə görə, diqqətlərinizə görə. Çox sağ olun. Ayaz bəy, Biz Birik verilişimiz vasitəsilə biz hər daim cəmiyyətimizə mesaj ötürürük. Əlilliyi olan dostlarımızın uğurlarını cəmiyyətə çəkib göstəririk. Və bu dəfə də istədik ki, hemofiliya haqqında tamaşaçılarımızı maarifləndirək, geniş məlumatlar ötürək. Çünki bildiyimiz qədər hemofiliya ilə bağlı bir çox insanların məlumatı da yoxdur. Hətta xəstəliyi olan şəxslər belə məlumatsız olurlar. Ona görə istəyərdim ki, əvvəla sizi daha yaxından tanıyaq və hemofiliya ilə bağlılığınız haqqında da danışaq və ondan sonra ümumi bir geniş məlumat verək, ümumi bir məlumat ötürək. Çünki bilirəm ki, içərisində çox böyük xırda nüanslar var, hansı ki, mütləq şəkildə tamaşaçılarımıza bunu biz istəyərik təqdim edək. Ona görə təşəkkür edirəm əvvəlcə bizi qonaq etdiyiniz üçün. Mən təşəkkür edirəm. Ona görə istəyərdik Ayaz bəy, sizi daha yaxından tanıyaq. Mən Ayaz Hüseynov, Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının sədriyəm və assosiasiya olaraq biz nəinki hemofiliyanı müxtəlif laxtalanma pozğunluğundan əziyyət çəkən pasientləri öz deməli çətimizin altına yığırıq. Çünki bir çox deməli nadir, bir çox qan laxtalanma pozğunluqları nadir xəstəliklərdir və bu pasientlərdən 70-ə yaxın belə bir xəstəliklər var, müxtəlif. Simptomatik olaraq eynidir, qanaxma ilə müşahidə olunur, daxili və xarici. Amma deməli bu xəstəliklərə yanaşma tamamilə fərqlidir. Ona görə də biz o pasientlərin də deməli öz yanımızda saxlayırıq, davamlı olaraq təlimlər keçiririk. Davamlı olaraq o pasientlərə sağlam yaşamaq üçün hansı addımların atılması lazımdır. Onunla bağlı mütəmadi olaraq deməli təlimatlandırırıq. Ayaz bəy, təşkilatınız var. Bəli. Təşkilatınızın adı necə gedir və təşkilat yaranma səbəbi nədən ilhamlandı bu təşkilat yarandı və bu gün də hemofiliyalı xəstəliyi olan şəxslərə dəstək göstərilir? Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyası 1997-ci ildə deməli yaradıldı mənim anam Gülnar Hüseynova tərəfindən. Səbəb də o idi ki, məhz məndə hemofiliyanın ağır forması oldu və sizin özünüzdə də var bu yəni. Bəli, ən ağır formasıdır və sizə deyim ki, o zamanlar heç bir müalicədən söhbət gedə bilməzdi. Yeganə sağ qalma şansı yalnız qan və plazma idi. O da deməli müalicə deyil idi. Sadəcə şans yaranırdı ki, insan qanaxmaların içində olanda şans olsun ki, insan sağ çıxa bilsin. Və o zamanlar cüzi travmadan və yaxud da cüzi bir kəsikdən daxili və xarici qanaxmalar baş verirdi və ən yaxşı halda insan deməli əlilliklə üz-üzə qalırdı. Yaxşı halda, pis halda da dünyasını dəyişirdi. O qədər təhlükəli. Bəli. Və o zamanlar Hemofiliya Assosiasiyası əsasən məhz pasientlərin registri ilə məşğul oldu. 2002-ci ilə qədər demək olar dövlət proqramının üzərində çalışdıq və sizə deyim ki, 2005-ci ildə deməli ilkin dövlət proqramının ilkin variantı aidiyyatı dövlət qurumlarına təqdim edildi. Bunun üzərində işlənildi və 2005-ci ildə məhz ölkə başçısının imzası ilə bu deməli dövlət proqramı təsdiqləndi. Və 2006-cı ildən bu günə qədər bahalı qanun laxtalanma deməli dərman preparatları tam təmənnasız olaraq bizim pasientlərimizə təqdim olunur və bu bir dönüş deməli nöqtəsi idi və müasir müalicəyə ilk deməli addımı idi. Ondan sonra artıq əlbəttə ki, pasientlərimizin sağlamlığında çox deməli müsbət bir dinamikaları müşahidə etdik. Dəyişikliklər baş verdi artıq. Bəli. Ondan sonra artıq biz başladıq əsasən pasientlərin özlərinin maariflənməsinə. Çünki dərman preparatı pasientin yanında varsa da belə, bu o demək deyil ki, pasient sağlam yaşayacaq. Pasientin öz bilgili deməli olması vacibdir. Çünki hemofiliya irsi genetik xəstəlikdir və insan dünyaya gəldikdən dünyasını dəyişənə qədər həmin xəstəlik onunla deməli bərabərdir. Və
xəstəlik ağırlaşma verməsin deyə əlbəttə ki, lazımi anda hansı dozada deməli dərman preparatının vurulması, yaşam tərzi hansı formada, yəni deməli aparılmalıdır ki, minimal travma olsun, hansı idman növləri vacibdir, əzələlərin deməli möhkəmliyi necə insanın sağlamlığına deməli təsir göstərir və s. Yəni burada əslində sizə deyim ki, deməli multidisiplinar yanaşma çox vacibdir. Yəni qanın laxtalanma pozğunluğudur, amma insanın sağlam yaşaması üçün bir çox profilli olan doktorların yəni iştirakı vacibdir və pasient bilməlidir hansı anda nə etməli. Daimi nəzarət olmalıdır ki, Bəli. öz üzərində sağalma ehtimalı olsun. Və əgər bu bütün yəni amillər nəzərə alınsa, insan sağlam böyüyəcək, yəni ailəsi olacaq, uşaqları olacaq, deməli yəni işləyəcək və s. yəni dövlətinə, millətinə xeyirli və yararlı vətəndaş olacaq. Bəli, Ayaz bəy, ümumiyyətlə əlilliyi olan şəxslər çoxdurmu hemofiliya xəstələri olan yəni şəxslər? Azərbaycanda 1700-dən çox deməli qan laxtalanma pozğunluğundan əziyyət çəkən pasientlərə bunların böyük bir hissəsi hemofiliyadır. Və sizə deyim ki, yəni 3-cü qruplu olan pasientlərimizdir, amma əgər xəstəlik ağırlaşma veribsə, burada 2-ci və 1-ci qrup, yəni əlilliyi olan pasientlər də var. Bunlar əsasən daha çox yəni yaşı olan pasientlərdir, hansı ki 2005-ci ilə qədər hansıların ki deməli dərman preparatlarına yəni əlçatanlıq yox idi. Onlarda ciddi fəsadlar var, yəni oynaqlarda kontrakturalar var və bu fəsadların da aradan qaldırılması üzərində biz çalışırıq ki, illik sistematik şəkildə endoprotezləşmə getsin. Bir də əlillik dərmanın yəni əlçatansızlığından yaranır. Xüsusən də ki, regionlar, mən bunu xüsusən istəyirəm vurğulamaq ki, dərman preparatları hazırda yalnız Bakı şəhərində verilir və regionlara dərmanların çatdırılması vacibdir. Çünki təsəvvürünüzə gətirin ki, müxtəlif rayonlardan 2-ci, 1-ci qrup, yəni ağır formalı hemofiliyalı pasientlər hər ay, yəni öz deməli dərman dozasını götürmək üçün Bakıya gəlirlər və bu yolun özü də onlar üçün yəni deməli əlavə travmadır. Onların sosial deməli yəni yaşayışına ciddi deməli mənfi təsir göstərir və s. Ona Ayaz görə bəy, bəs bax maraqlıdır. Ümumiyyətlə bu xəstəliyin müalicəsi tam varmı? Və ümumiyyətlə hansı yaşdan və yaxud da indi valideynlər evladının hemofiliyalı olduğunu biləndə hansı narahatlığı keçirirlər? Belə deyək, stressdə yaşaya bilərlər və yaxud da bilirsiniz ki, əlillik mövzusudur və bu da və hətta həyat bitdi, tamamlandı kimi duyğulara qapana bilərlər. Ona görə istəyərdim bax belə də bir səslənək dostlarımıza da, o şəxslərə, bizi izləyənlərə də ki, ümumiyyətlə hemofiliyanın sağalma ehtimalı varmı? Və yaxud da bunu hansı yaşdan artıq erkən üzərinə düşmək lazımdır ki, və necə bilmək olar bunu? Hemofiliyanın əfsuslar olsun ki, tam sağalma şansı demək olar ki, yoxdur. Gen terapiyası var, hansı ki çox bahalı bir yəni müalicədir və orada ağır formalı hemofiliyanı gen terapiyası yəni müdaxiləsi ilə orta formaya yəni salmaq olar. Amma hemofiliya ilə hətta yəni ağır formalı hemofiliya ilə qeyd etdiyim kimi dövlətin qayğısı varsa, pasient əgər maarifləndirilibsə, bilgilidirsə xəstəlik haqqında və doktorun nəzarəti davamlı şəkildə onda varsa, tam sağlam yaşaya bilər. Bu mümkündür. Və buna görə də bu məsələyə kompleks yanaşma vacibdir. Mən sizə deyim ki, yeni bizə qoşulan valideynlər, əlbəttə ki, yeni bizə gələn valideynlərin hemofiliya adı belə çəkiləndə onlar şok yaşayırdılar. İndi də elə yəni valideynlərimiz var, amma bizim cəmiyyətlə birgə yəni deməli olduqdan sonra əlbəttə ki, necə deyim, eyni problemli insanları öz yəni deməli ətraflarında görürlər. Biz sağlamlıq yay düşərgələri keçiririk. Ana-bala sağlamlıq yay düşərgəsi hər il. Və orada yəni analar, uşaqlar eyni problemi görürlər və görürlər ki, çıxış yolu var. Yəni baxmayaraq ki, uşağında belə bir xəstəlik var. Uşaq sağlam böyüyəcək, əgər düzgün yanaşma olsa, yəni
deməli təhsilini alacaq, işləyəcək və s. və bu nümunəni də yəni görürlər bizdə ki, bu mümkündür etmək. Əlbəttə bu böyük bir deməli motivasiyadır. Bəli. Ayaz bəy, bəs məsələn uşaq anadan olandan sonra valideyn necə bilir ki, və yaxud da bu müayinələrdən sonra bilinir, yoxsa hansısa bir simptomları var ki, bilinsin ki, bu uşaqda artıq belə bir xəstəlik mövcuddur? Bilirsiniz, qeyd etdiyim kimi xəstəliyin deməli yüngül, orta və ağır forması var. Misal üçün yüngül formada bilinməyə bilər. Müəyyən bir yaşda olduqdan sonra ciddi hansısa bir misal üçün qəzada və yaxud da deməli yəni əməliyyat zamanı şiddətli qanaxma ilə üz-üzə qalına bilər. Onda artıq deməli diaqnostika nəticəsində aydın olur ki, bu insanda hemofiliya var. Amma ağır formalarda ilkin yəni deməli aylarda artıq özünü büruzə verir. Yəni uşaq tam sağlam da olur. Həm deməli yəni əqli cəhətdən, həm fiziki cəhətdən, amma uşaq artıq iməklənməyə başladıqda və yaxud da minimal hansısa bir travma toxunanda, əziləndə müşahidə yəni onu göstərir ki, mən buradan valideynlərə də yəni səslənmək istəyirəm ki, uşaqların bədəninə diqqət etsinlər. Əgər bir göyərmələr varsa və yaxud da səbəbsiz şəkildə uşaq əgər ağlayırsa, çünki ağır formalı hemofiliyalılar qeyd etdiyim kimi ilkin aylarda artıq deməli, yəni onlarda müəyyən cüzi travmalara görə yəni ciddi fəsadlar mümkündür. Belə başa düşürəm ki, Ayaz bəy, deməli əgər bir belə deyək, hemofiliyalı xəstəliyi olan şəxsdə bir yara olarsa, o məsələn dişdə bir problem olarsa və yaxud da hansısa bir qəza nəticəsində qan axır və dayanmır. Belə başa düşdüm. Və dayanmır və bu da böyük fəsada gətirib çıxarda bilər. Bəli. Ayaz bəy, sizin özünüzdə də əlillik var. Bəli. Sizin özünüzdə də əlillik var. Məhz bu xəstəliklə bağlı, bilirsiniz, ağır formasında hətta əziyyət çəkir. Bəli, ağır forma. Siz özünüz bunu necə bildiniz? Yəni uşaq yaşlarında bilinmişdi yoxsa sonradan? Mənim dayımda bu xəstəlik var idi deyə artıq bizim yəni ailəmiz bu xəstəlik barəsində tam məlumatlı idi. Və mən dünyaya gələndə deməli məndə də travma olmuşdu. O zaman heç dərman da yox idi, amma Allahın işi belə gətirdi ki, o zaman sağ qaldım və bu bir səbəbdir ki, o vaxtdan bu vaxta nə qədər müalicənin yəni üsulu mükəmməlləşib, yaxşılaşıb və bu qədər işlər görürük ki, insanlar sağlam yaşasınlar və bizim keçdiyimiz o çətin yolları indiki uşaqlarımıza danışanda, valideynlərə danışandan da onlara qeyri, yəni adi gəlir ki, bu xəstəlik bu qədər fəsad verə bilər deyə. Bu bir sevindiricidir ki, yəni onlar o çətinlikləri görmürlər və bizim böyütdüyümüz nəsillər var, hansı ki, indi uşaqlar maşallah olsun, deməli təhsillərini yəni alırlar, dövlət qurumlarında çalışırlar, tam sağlam yaşaya bilirlər. Əsas odur ki, cəmiyyətin yanında olsunlar və maariflənsinlər. Amma belə baxanda, məsələn, biz də əsas istiqamətimiz odur ki, verilişimiz vasitəsilə maarifləndirək ki, belə baxanda, məsəl üçün, elə Ayaz bəyin özündə də ümumiyyətlə heç bir belə vizual görüntü yoxdur ki, bu əlillik mövcuddur, amma hansısa bir travma, hansısa bir belə deyək, hətta çəkişmə ola bilər ki, o anda mübahisə və yaxud da müəyyən məsələlər ki, bilməz ki, qarşısındakı insanda belə bir xəstəlik var və bir travma nəticəsində böyük fəsad ola bilər. Ona görə düşünürəm ki, bu şeyə diqqət etmək lazımdır. Mütləq diqqət etmək lazımdır. Sizə deyim ki, ağır formalı pasientlərdə spontan qanaxmalar da olur, dayandıq yerdə daxili qan sızmalar da olur. Bundan başqa qeyd etmək istəyirəm ki, vizual ola bilər ki, pasientlərimiz sağlam görünə bilər, amma artıq daha dərindən müayinə etdikdə yəni fəsadlar göz önündə olur. Ayaz bəy, ildə bir dəfə deməli qeyd olunur hemofiliya günü kimi. Bu da aprelin 17-sinə təsadüf edir, yanılmıramsa. Və hər ildə bir mövzu üzərində bu məsələdə maarifləndirmə olur. Ən önəmli məsələ düşünürəm ki, elə maariflənməkdir. Çünki bu gün bəlkə də regionumuzda yaşayan elə şəxslər var ki, heç dediyiniz kimi səhhətində bilmir hemofiliya məsələsi var yoxsa yoxdur. Çünki onun da fəsadlarını elə maarifləndirmədən öyrənmək olar ki, məndə bu var yoxsa yox, gələcəkdə hansısa əlillik dərəcəsinə qədər gətirib çıxarda bilər. Ona görə ön zamanlarda artıq bunu üzərinə düşməklə düşünürəm ki, müəyyən nəticələr əldə etmək olar. Yəni ki, ən azından yüngülləşdirmək olar dediyiniz kimi. Əlbəttə. Regionlar, biz bilirsiniz, biz keçən il 24-cü ildə demək olar ki, yəni bir çox yəni rayonları gəzdik
və Respublika deməli rayon mərkəzi xəstəxanaları daxilində deməli doktorlarımıza da təlim keçdik. Pasientlərimizi də dəvət edirdik, orada müayinələr də keçirdilər. Bax, bir vacib sualım da var ki, bunu tamaşaçılarımıza çatdıraq. Bu xəstəlik nədən keçir? Və ən əsası, yəni bəzən düşünə bilərlər ki, qanla bağlıdır, yəqin ki, təmasdan və yaxud da qanla bağlı hansısa nüanslar ola bilər ki, vətəndaş narahatlıq keçirə bilər ki, buna da keçə bilər o xəstəlik. O nə cür olur? O xəstəlik nədən yaranır ən çox? Hemofiliya irsi genetik xəstəlikdir və heç bir təmasdan, elə bir şeylərdən keçmir. Ancaq irsi keçib ola bilər. İrsi olaraq bəli, burada ana deməli daşıyıcıdır, oğlana keçirilir, amma müəyyən hemofiliyanın digər deməli formaları var ki, orada qadınlar da yəni deməli bu xəstəlikdən əziyyət çəkirlər. Yəni heç bir təmas və yaxud da qan belə şeylərdən keçmir, amma qazanılmış hemofiliya olur. Yəni insan müəyyən yaşa çatır və hansısa bir yaşdan sonra bədəndə müəyyən dəyişikliklər baş verir. Hər hansısa bir ona yəni səbəblər də ola bilər olsun və qazanılmış hemofiliya olur və dünyasının axırına kimi hemofiliya ilə yaşayır. Amma bu çox nadir haldır. Yəni həddindən artıq Azərbaycanda bir neçə elə bir pasiyent var, çox nadir hallardan biri. Yəni ən çox deməli nəzər yetirilməlidir ki, əgər belə deyək də, bu insanların ailə üzvlərində əvvəlki ata, ana, baba, nənə, dayı bu şəxslərdə olubsa belə bir müəyyən xəstəliklər, deməli nəzarəti gücləndirmək lazımdır ki, ola bilər hansısa uşaqda gələcəkdə olur. Çox vacib məsələyə toxundunuz. Biz 2021-ci ildən etibarən qohum nigahlarını yəni gündəmdə saxlayırdıq ki, qohum nigahlarının fəsadları ümumiyyətlə nəinki hemofiliya və digər qan laxtanlıq pozğunluqlarına bir çox genetik xəstəliklərinin sayının çoxalmasına qohum nigahları ciddi təsir edir və keçən il biz deməli yəni aidiyyatı dövlət qurumlarından da yəni dəvət olunduq, orada çıxışlarımız oldu və s. və cənab prezidentə böyük təşəkkürümüzü bildiririk ki, qohum nigahlarının qadağası qoyuldu və bu ildən etibarən artıq biz bunu müşahidə edəcəyik. Bu xəstəliklərin sayını yəni aşağı salmasına böyük bir rol oynayacaq. Biz buna əminik. Və sizə deyim ki, ümumiyyətlə bəzən olur ki, yəni deməli analar daşıyıcıdır deyə özlərini günahkarlandırırlar. Amma bu elə deyil. Burada 50-50-yə də ola da bilər, olmaya da bilər və bunun yoxlanılması üçün daşıyıcıların yəni aşkarlanması üçün deyək ki, əgər yəni ailədə risk varsa, deyək ki, ailədə hemofiliyalı pasiyent varsa, pasiyentin bacıları ola bilər ki, daşıyıcı olsun. Ehtimal var 50-50-yədir. Ayaz bəy, və sonda təbii ki, təşəkkürümü bildirirəm və düşünürəm ki, bu məlumat, bu informasiya çox önəmlidir. Həm də aprelin 17-si ilə Dünya Hemofiliya Günü kimi qeyd olunur və biz də istəyirik ki, cəmiyyətimizə elə sizin vasitənizlə bu məlumatları daha yaxından tanış edək, tanıdaq ki, bildirək ki, çünki regionumuzda yaşayan, ümumiyyətlə Azərbaycanda yaşayan şəxslər var ki, hemofiliyadan əziyyət çəkən, onların valideynləri və yaxud da uşaqlar, evladlar bəzən bu xəbəri eşidəndə belə, hətta sonradan məlumat olanda çox belə stres keçirə bilərlər, çox özlərinə qapana bilərlər. Ona görə elə istəyərdim siz özünüz bir səslənək o bizi izləyən izləyicilərimizə ki, əslində bu da heç də son deyil. Əlbəttə son deyil, əksinə 17 aprel günü də məhz bunun üçündür ki, dünyada müxtəlif formalarda deməli tədbirlər keçirilir. Valideynlərə də buradan səslənirəm ki, heç də yəni qapanmasınlar özlərinə. Bu dəqiqə onların uşaqlarının sağlamlığı, yəni onların əlindədir. Ona görə maariflənsinlər və uşaqlarını sağlam böyütsünlər. Bəli. Təşəkkür edirik Ayaz bəy geniş məlumata görə. Gələcək işlərinizə sizə uğurlar arzu edirik və düşünürəm ki, elə sizin ötürdüyünüz məlumatlar nəticəsində də biz birik verilişimiz vasitəsilə bizi izləyən tamaşaçılarımız da dinlədilər, izlədilər və böyük bir məlumat əldə etdilər.